Ağdamın Sarıcalı kəndi bugün növbəti köçü qarşılayıb. Daha 39 ailə doğma yurduna qayıdıb və yeni evlərinin açarlarını alıblar. Beləliklə onların məcburi köçkün həyatı buradaca başa çatıb. Köçün təfərrüatları barədə ətraflı materialımız var. Gəlin materialdan bilək. Bugün Ağdama daha bir köç karvanı yola salınıb. Yenidən qurulan Sarıcalı kəndinə ölkəmizin müxtəlif ərazilərindəki yataqxana, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşan 153 sakin köçürülüb. Çox dərin işlər keçiririk. Valla sözlərlə onu açıqlamaq mümkün deyil. Ölkəmizin bayrağı ucaq olsun. Qaçqınlarımız şükür ki, qayıtdı 30 ildən sonra həsrətdən öz torpaqlarına. 43 ilin müəllimiyəm. İndi gedirəm öz elimə, obama. Orada Allahın altında həmin cavan vaxtım olaydı. İşləyəydim o gözəl məktəbimizdə, gözəl kəndimizdə. 14 yaşında çıxdım, 48 yaşında qayıdıram. Həyəcanlıyam. Doğma yerlərimizə qayıdırıq. Bu dəqiqə hər şey gəlir gözümün qabağına. Uşaqlıqda olduğum, danışıram, kövrəlirəm. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı. Artıq Sarıcalı öz yeni sakinlərini qarşılayıb. Sarıcalı kəndinə köçün 3-cü mərhələsi də gerçəkləşmiş oldu. Artıq sakinlərə evlərinin açarları təqdim olunur. Bugün 39 ailə, 153 sakin doğma yurda əbəd olaraq qovuşdu. İllər sonra onlar üçün də yurt həsrətinə son qoyulur. Həyəcanla doğma yurda qayıdışın sevincini yaşayırlar. Bugün bizim üçün çox sevindiricidir. Necə deyirlər, çox qürur duyuruq ki, biz neçə il həsrətində olduğumuz bu gözəl Səfalı kəndimizə artıq bugün qayıtmışıq. Gözəl, yeni tipli tikilən evlərlə təmin olunmuşuq. Kənd xoşuma gəldi. Ən gözəl ev. Heç birimizin belə həyatımız olmayıb. Heç birimizin burada varlı olsaq da, pullu olsaq da belə evimiz, eşiyimiz olmayıb. Sakinlərin rahat yaşayışını təmin etmək üçün kənddə hər cür şərait var. İş yerləri də yaradılır. Artıq bugündən etibarən 76 ailədən ibarət 299 nəfər sakin artıq kənddə yaşayır və bunların burada rahat yaşaması üçün hər bir şərait yaradılıb, hər bir infrastruktur obyektləri hazır olub. Bütün obyektlərdə vakansiyalar elan olub və təklif olunacaq bizdə bura köçən sakinlər ki, hamısı burada kim istəyir sahibkarlıq fəaliyyətində məşğul olsun, kim istəyirsə məsələn bu həmin yerlərdə işləyə bilərlər. İşğaldan azad ediləndən sonra yenidən qurulan şəhər və kəndlərin sakinləri getdikcə artır. Hazırda Qarabağ və Şərqi Zəngəzurda 40 mindən çox insan yaşayır və işləyir. Elnur Tofiq, Rəşidə Zülfüqarova, Elmin Spəndiyarov, ASTV Xəbər.